məktəb psixoloqları ilə, müəllimlərlə və eyni zamanda uşaqlarla bu kimi maarifləndirici tədbirləri həyata keçiririk ki, qarşılıqlı şəkildə bu həyata keçirilsin, qarşılıqlı. Vallahi kəsər. Çox gözəl vurğuladınız və mən düşünürəm ki, bunu təkcə dövlətin də üstünə atmaq doğru deyil. İnsanın sosial məsuliyyəti olmalıdır. Əgər uşağa şiddət göstərilirsə, qonşusan, görürsən, bunu hüquq mühafizə orqanlarına məlumat verməlisən. Gəlib qapını döyməlisən. Ay qonşu, nə baş verir? Bəlkə köməyə ehtiyacın belə var. məqamlar bizim qarşımıza çıxır. Bunu görürük. Bəli, və yanından düz keçirlər. Qadına şiddət olur, uşağa şiddət olur. Yanından düz keçirsənsə, sən niyə hər şeyi hüquq mühafizə orqanından gözləməz? Hüquq mühafizə orqanı bir-bir qapıları gəzib və ya ailə uşaq komitəsi bir-bir qapıları gəzib sənə kömək edə bilməz. Sən qonşusansa, sən bir yolda gedirsən, yolda görürsən bir uşağa şillə vurur anası. Avropada ona görə uşağı alırlar ailənin əlindən. Şəxsiyyət olaraq, bir vətəndaş olaraq borcundur ki, sosial məsuliyyətin olsun. Yəni bu qınaq burada da çox vacibdir. Qonşuda, yanında mənim bu yaxınlarda bir pasiyentim var idi, Almaniyada yaşayırdı və uşaq eşitmə engelli idi və ana məcbur idi ona müəyyən təlimləri keçmək üçün tapşırıqlar vermişdi. Hündür səslə, yüksək səslə danışsın. Yan qonşu yüksək səslə danışmağına görə hüquq mühafizə orqanlarına xəbər vermişdi, içəri girmiş və uşaq həmin anda anadan alınmış və sığınacağa verilmiş və məhkəmə gedirdi. Və məndən kağızı istəyirdi ki, təbii ki, əlavə sənədlərini də qoymuşdu ki, yəni bu uşağın xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Ona şiddət göstərməm üçün sadəcə dərsin keçərkən yüksək səslə səs tonumu yüksəltmişəm ki, eşidə bilsin məni. Ağır eşitmə dərəcəsi var idi uşağın və cihazdan istifadə olunurdu. Yəni yazıq, yəni bir buna görə görün nə qədər təqdim edəndən sonra bəli, məhkəmə getdiyi üçün aldı geri. Amma bir həftə 10 gün ərzində övladına yaxın gələ bilmirdi. Yəni bu uşaq sənin deyil və sən buna şiddət göstər. Yəni qonşunun xəbərdarlığı ilə polis hardan biləcəkdi belə bir hal var? Yəni bu qədər həssasdır. Belə məsələlər həssaslıqla yanaşmaq hər kəs ətrafdan o eləmir, bu eləmir şikayət etməməlidir. Özü fikirləşməlidir. Sən eləyirsənmi? Sən yoldan keçəndə bir uşağın üstündən qışqıran anaya yaxınlaşıb ona qışqırmaq olmaz deyə müdaxilə. Heç kim başını ağrıtmaq istəmir, amma hər kəs tələs etməyini istəyir. Cavabın nə olacağını bilir. Bu da əlbəttə sevindirici hal deyil. Mən etsəm, qonşu etsə, o birisi etsə artıq yəni qınaq olacaq. Bu qınaq olanda biraz insanlar özünü bəli, vətəndaş məsuliyyəti çox vacibdir. Bəzən elə hallar olur ki, İlahim xanım, vətəndaş müraciət edir, amma qeyd eləyir ki, bilinməsin, mənim adım, soyadım bilinməsin. Çünki öz təhlükəsizliyini müdafiə eləmək istəyir. Bu zamanda təbii ki, biz onların hüquqlarını qoruyuruq bu